Belə mavi renkli ipdən istifadə edəcəm. İri dəlili iğnədən istifadə edəcəm. 2 ədəd belə göz lazım olacaq. Və 3 nömrəli milçədən istifadə edəcəm. İpimizi alırıq. Sehirli halqa ilə öncə mişqamızın ayaqlarını toxumağa başlayırıq. Sehirli halqa edirəm. Bir zəncir çəkirəm. Sehirli halqamın içərisinə 6 ədəd sıx iğnə toxuyuram. Altı sıx iğnəm hazırdır. Sehirli halqamı sıxıram. İlk toxuduğum sıx iğnəyə bataraq birləşdirmə edirəm. Bir zəncir çəkib ikinci sıraya keçirəm. Tam dibinə batıb bir sıx iğnə toxuyuram. Eyni yerə yenidən bir sıx iğnə daha toxuyuram. İkinci sırada sıra boyunca hər sıx iğnəmə 2 ədəd sıx iğnə toxuyaraq davam edəcəm. İkinci sıranı bitirdim. Yine ilk toxuduğum sıx iğnenin başına bu şekilde batıram və birləşdirmə edirəm. Bir zəncir çəkib 3-cü sıraya keçirəm. 3-cü sırada hər sıx iğnəmə bir sıx iğnə toxuyaraq sıra sonuna qədər davam edirik. Üçüncü sıramın sonuna geldim. İlk toxuduğum sıx iğnəyə bataraq birləşdirmə edirəm. Bir zəncir çəkib 4-cü sıraya keçirəm. 4-cü sırada da hər sıx iğnəmə bir sıx iğnə toxuyaraq sıra sonuna qədər davam edirəm. Sıranın sonuna geldim. Yine ilk toxuduğum sıx iğnenin başına batıb birləşdirirəm. Mişqamızın bir ayağı bu, digər ayağını da önceden toxumuştum. Bu şekilde iki ayağı artık hazırdır. İndi isə bu iki ayağı bir-birinə bağlayaraq bədən hissənin toxunmasına başlayacağım. Bunun üçün 2 zəncir çəkirəm. Ayaqları bir-birinə bağlamaq üçün digər ayağı əlimə götürürəm və burada ipi kəsdiyim yerdən milçəmi keçirirəm. Bu şekilde iki ayağı bir-birinə möhkəmlədirəm. Bir zəncir çəkirəm və 5-ci sıraya keçirəm. Bu şekilde sık iğnelerimizi toxuyarak devam ettiririk.
Heç bir artırma işlemi etmeden düz toxuyarak 2 zincir çektiğimiz yere kadar gelirik. Bu ipi de arada gizledin, itsin. İki zinciri çektiğim yere çattım. Burada birleştirme ettiğim yere de bir sık iğne ve iki zincirimin her ikisinin üzerine herasine bir adet sık iğne tokuyacağım. Düzgün şekilde tutup bir ve diğer zincirime de bir sık iğne. 2. Diğer ayağa keçirəm. Diğer ayakta da zincir olan yere kadar, bura kadar toxuyarak devam edirik. Yine de ayakları birleştirdiğimiz yere sık iğnelerimizi toxuyuruq. Biraz bu hisse sık olabilir. Bu şekilde iki sık iğnemiz hazırdır. Ve ilk toxuduğumuz sık iğnenin başına batarak birleştirme edirəm. Bir zincir çekirəm. 5. sıra bitti. 6. sıradan itibaren düz toxuyarak devam edirik. Toplam 13 sıra olana kadar her sık iğneye bir sık iğne toxuyarak devam edik. 13 sıramı bitirdim. 14. sırada 5 adet tek sık iğne toxuyuram. Ardıcıl olarak 5 sık iğne. Sırada gelen 2 sık iğneni yığma edirəm. Bu şekilde batıp ipimi alıp çıktım. Diğer sık iğneme de batıp ipimi alıp çıxıram. İkisini birlikte bağlayıram. Yine arada 5 adet tek sık iğne toxuyuram. Növbəti 2 sık iğnemi yığıram. Bu şekilde sıranın sonuna kadar devam edek. 5 toxu 2 yığ. 14. sıranı bitirdim. İlk toxuduğum sık iğneye batarak birleştirme edirəm. Bir zincir çekip 15. sıraya keçirəm. 15. sırada 2 adet tek sık iğne toxuyuram. 1 ve 2. Növbəti 2 sık iğnemi yığma edirəm. İki ardıcıl sık iğnemi tek tek toxuyuram. Növbəti 2 sık iğnemi yığma edirəm. Bu şekilde 2 toxu 2 yığ olarak sıra sonuna kadar devam edirik.
15. sıranın sonuna geldim. Yine ilk toxuduğum sık iğneye batarak birleştirme edirəm. Bir zincir çekip bu ipi kesirəm. Mişqamın bədən hissəsi artıq hazırdır və içərisini sintifon vasitəsilə doldururam. Mişqamın bədəni artıq hazırdır. İndi isə keçirəm mişqamın başını toxumağa. Bunun üçün yenidən sehirli halqamı edirəm. Sehirli halqamın içərisinə öncə bir zəncir çəkib 6 ədəd sıx iğnə toxuyuram. Halqamı sıxıram. İlk toxuduğum sıx iğnəyə bataraq birləşdirmə edirəm. Bir zəncir çəkib ikinci sıraya keçirəm. İkinci sırada hər sıx iğnəmə 2 ədəd sıx iğnə toxuyuram. Bu şekilde sıra sonuna kadar devam edirik. Sıranın sonunda toplam 12 adet sık iğnemiz olacak. Sıramız bitti. Yine ilk toxuduğumuz sık iğnenin başına batarak birleştirme edirik. Bir zincir çekip 3. sıraya geçirəm. 3. sırada ilk sık iğneme tek, bir sonraki sık iğnemin başına 2 adet sık iğne toxuyuram. Yine bir tek sık iğne, digərine eyni yere 2 adet sık iğne. Sıranın sonuna kadar bir tek bir cüt olarak devam edirik. 4. sırada bir zincir çəkirəm ve 2 tek ve bir cüt sık iğne toxuyuram. Növbəti 2 sık iğnəmə tek sık iğneler. 1 2 tek. Növbəti sık iğnəmə eyni yerə 2 adet sık iğne. Bu sıra bitene kadar 2 tek bir cüt olarak devam edirik. 5. sıraya geçtim. 5. sırada ardıcıl 3 tek sık iğne toxuyuram. Növbəti sıx iğnəmə eyni yerə 2 ədəd sıx iğnə toxuyuram. Yenə ardıcıl 3 tek sıx iğnə. Növbəti sıx iğnəmə eyni yerə 2 ədəd sıx iğnə. Bu sırada da sıramız bitene kadar 3 tek bir cüt sırası olarak devam edirik. Sıramız bitti. 6. sıradan sonra toplam 7 sıra hiçbir artırma etmeden düz olarak her sık iğneye bir sık iğne toxuyarak devam edirik.
Bu şekilde toxudum düz sıralarımı. İndi ise yığma sırası edeceğim. 3 tek toxuyacağım. Üç tek sık iğne. Növbəti 2 sık iğnemi yığma edeceğim. Yine 3 ardıcıl tek sık iğne. Növbəti 2 sık iğnemi yığma edeceğim. Bu şekilde sıranın sonuna kadar 3 tek 2 yığ sırasını devam ettiririk. Yığma sırası bitti. Yeniden növbəti sırada 2 adet tek toxuyacağım. Növbəti 2 sık iğnemi yığma edeceğim. Yine 2 ardıcıl sık iğneni tek toxuyuram. Növbəti 2 sık iğnemi yığma edeceğim. Bu şekilde 2 toxu 2 yığ olarak devam edirik. Sıramın sonuna çatdım ve ipimi kesirəm. Biraz uzun saxlayıb kesirəm ki bədəni birləşdirmək üçün ipimiz qalsın. Bu şekilde elimde tutup gözleri yerleştirmeliyim. Bu mişkamın bir gözü. Buradan ise diğer gözünü möhkəmlədirəm. Gözleri yerleştirdikten sonra bunları rezinlerini gözün arka tarafından keçirip daha möhkəm bir şekilde bərkidirəm. İndi ise içerisini sintefonla doldururam. İndi ise mişkamın qulaqlarını toxuyuram. Bu şekilde sehirli halqamı edirəm. Bir zincir çekip sehirli halqanın içerisine 6 sık iğne. Sehirli halqanı sıxıb ilk sık iğnenin başına batarak birleştirme edirəm. Bir zincir çəkirəm ikinci sırada. Hər sıx iğnəmə eyni yerə 2 ədəd sıx iğnə toxuyuram. Sıranın sonunda toplam 12 adet sık iğnem olacak. İlk toxuduğum sık iğneye batarak birleştirme edirəm.
Bir zincir çəkirəm. İkinci sıram hazırdır. Toplam 12 sıx iğnem var. Bundan sonra 2 sıra daha toxuyuram. Artırma etmədən 3-cü və 4-cü sıralarda 12 sıx iğne toxuyarak devam edək. 4 sıramı bitirdim. Qulağım da hazırdır. Yine biraz ip saxlayarak kesirəm. Sehirli halqamın ipini de kesirəm buradan. Diğer qulağını da eyni şekilde toxuyursunuz ve indi qulaqları başın üzerine yerleştireceğim. Bunun için iri dəlikli iğnəmə ipimi keçirdirəm. Bu şekilde mişkamın başına yerleştirmeliyim. Düzgün bir şekilde koyaq. Ve birleştirək. Bu şekilde düz bir şekilde birleştiririk. Mişkamın bir kulağını möhkemlettim bu şekilde. Eyni şekilde diğer kulağını da möhkemledirik. Kulaklarını bu şekilde birleştirdi. İndi isə keçək ağız hissəni hazırlamağa. Belə bir ipdən istifadə edəcəm. Sehirli halqa edirəm. 6 ədəd sıx iğnə toxuyuram. Sehirli halqamı sıxıram. İpimi alıp çıxdım. Birləşdirmə edirəm. Bir zəncir çəkirəm. İkinci sırada hamısına cüt toxuyuram. Hər sıx iğnəmə 2 ədəd sıx iğnə toxuyaraq davam edirəm. Sıramı bitirdim. İlk toxuduğum sıx iğnəyə bataraq birləşdirmə edirəm. Bir zəncir çəkib ipimi kəsirəm. Ağız hissəni tamamlamaq üçün iğnəmə qara ip keçirdim. Bunu əlimə götürürəm. Bu şekilde iğnemi yukarı doğru çıkarıp
tikiş eləyirəm. Eyni yerdən bir dəfə daha tikəcəm. Tam bu nöqtədən yuxarı doğru çıxıram. Düzgün bir şekilde aşağı sabitləyirəm. Arxa tərəfə doğru gizlədirəm. Və bu ipi buradan kəsirəm. İndi isə bunu kley vasitəsilə mişqamızın baş hissəsini yerləşdirəcəm. İndi isə başın üzərində saxladığımız bu uzun ipi iynəyə keçiririk. Ve baş ile bədəni birləşdiririk. Düzgün bir şekilde bədənin üzerine başı qoyuram. Bu şekilde tikme işlemine başlayıram. Bu formada sıranın sonuna kadar birleştirme işlemini devam ettiririm. Mişqamın başı ve bedenini birleştirdim. Bu hissemiz artık hazırdır. İndi isə keçək qollarını toxumağa. Yine ipime ilme atıram. Bir zincir çekip sihirli halqamın içerisine 6 adet sıx iğne toxuyuram. Sihirli halqamı sıxıram. İlk toxuduğum sıx iğnəyə batıb birləşdirmə edirəm. Bir zəncir çəkirəm. Bir tək sıx iğnə. Digər sıx iğnəmə də tək toxuyuram. Sıradakı sıx iğnəmə 2 ədəd sıx iğnə toxuyuram. 1, eyni yerə 2. Yine 2 ardıcıl sıx iğnələrimi tek toxuyuram. 1, 2. Növbəti sıx iğnəmə eyni yerə 2 ədəd sıx iğnə toxuyuram. İlk toxuduğum sıx iğnənin başına bataraq birləşdirmə edirəm.
İkinci sırada toplam 8 adet sık iğnem oldu. Bir zincir çəkirəm. Üçüncü sıraya keçdim. Hərəsinə bir adet sık iğne toxuyuram. Sıranın sonunda toplam 8 adet sık iğnem oldu. Birleştirme edirəm. Üçüncü sıranı bitirdim. Toplam 8 sık iğne ile 3 sıra daha devam edirəm ve geri dönürəm. 6 sıramı toxudum. Bir zincir çəkirəm ve ipimi kəsirəm. İndi isə iğne ilə bu qol toxuduğumuz hissənin ağız hissəsini tikirik. İndi isə qolu mişqamızın üzerine tikməliyik. Bu şekilde tuturam. Mişqamın bir kolu artık hazırdı ve kalan ipi bu şekilde gizlədirəm ve kesirəm. Eyni şekilde diğer kolunu da tikirsiniz ve tamamlayırsınız. Son olarak mişqamın quyruğunu da kley vasitəsilə bu şekilde yapıştırıram. Mişqam hazırdır. İndi isə keçək mişqamızın şərfini. İpimi aldım. İlmeği atıram. Altmış adet zincir çəkirəm. Zincirlərimiz hazırdır. Sıranın sonuna qədər bir zincir atlayıram, digər zincirime batıp sürüştürmə edirəm. Digər zincirime batıram, sırayla bütün zincirlərə batarak sona qədər sürüştürmə sırası edirik. Bu şekilde mişqamın bantiki de hazırdır. İndi isə gəlin boğazını doluyaq.
mişqam hazırdır. Kanalıma abone olmağı ve videomu beğenmeyi unutmayın. Hələlik sağ olun.